Hoş gördük. Bugün Ağdərədə bölgəsində, bu rayonun Hacıbədəli kəndində Bəli. gözəl bir qardaşımızın, Eynurla qardaşımızın xəyal balasının toyunu iştirak edir. Allah təala toyunu mübarək eləsin. Sizə təşəkkür edirik ki, gəlib bu toyumuzu bir iştirak edirsiniz. Çok sağ olun. Tanıdınız? Səfa Məmmədov, xalqın qızının qalibi. Gözəl xanəndə, gözəl müğənni. Tanışmıyorum. Tanışsınız ha, nə gözəl. Səsinə görə, avazına görə hörmətim var. Çox sağ Gözəl olun. müğənnimizdir. Allah sıvar eləsin. Allah sənə təşəkkür edirəm ki, bugün neçə illərdir ki, Bəylər müəllimi görmürdün. Bəylər müəllimin hər zaman toylarda şeirlərindən, muğamları oxuyuruq. Onun şeirlərindən bəhrələnirik. Allah sizə uzun ömrü can sağlığı versin Bəylər müəllim. Var olun. Minnətdaram sizə. Əziz izləyicilərimiz, Bəylər müəllim də bax bu elin, Obanın dəyərli şairidir, Azərbaycanımızın dəyərli şairidir. Bəylər müəllimin qeyd edim ki, sözlərinə nə qədər bizim xanəndələrimiz mahnılar oxuyub, gözəl kitabı var, kitabları çıxıbdır. Ay Bəylər müəllim. Mən hər şeydən əvvəl istəyirəm ki, bizdən bax, bu Bəli. əbədi yaşar şəhətlərdə rəhmət deyər. Allah rəhmət Allah rəhmət eləsin. Böyük şairimiz Bəxtiyar deyib ki, Bəli. vətəni sevirəm deyən çox olar. Deməyə nə var ki, diri olmasa? Vətən də bizim tək ölər, yox olar, vətən də ölər olmasa. Biz bunlara öyle demirik. Bunlar yaşayırlar. Bunlar hesabını Azərbaycan inkişaf edir, toylara gedirik, nə bilim, xeyirişdə iştirak edirik. Azərbaycan bu balalara güvənir, addımlayır. Onların sayəsində bugün Qarabağ torpaqlarımız düşmən tapdağından azad olundu. Bugün bax belə toylu, pisaqlı günlərimizi bax onların şəhidlərimizin sayəsində biz çəkib işlandırırıq. Hə, Bəylər müəllim, kəndə gəlmişik, kəndin girişindəyik. Gedək görək bizi necə qarşılayacaqlar. Kəndə getməmişdən öncə istərdim elə kəndə, el obaya aid bir gözəl şeir deyəsiniz. Şeir deməyə dip-dip, amma Ağcabədi cəmaatı araz olasın deyir. Bəli. Burada Uzeyir Hacıbayov, burada Məsəkənlər, xanəndələr yetişib, burada Yaqub əmi kimi burada məskənidir. Bu cəmaatın süfrəsi bərəkətlidir, torpağa bərəkətlidir, insanlar zəhmətkeşdir. İnşallah bu sözlərimizin davamını Eynurla qardaşın qapısında davam edəcəyik. İnşallah. Allah bugün toğunu mübarək. Allah mübarək eləsin. Necə deyirlər qardaş, yolçu Yolda gərək. Hə? Necə oldu? Bax yoldaşlığın necədir? Bax yol yoldaşlığımız necədir? Yaxşıdır. Vallahi nə tər gəldik çatdıq xəbərim olmadı. Allah sizə var etsin. Deyə, gülə-gülə sənətdən, yaradıcılıqdan, ümumiyyətlə də bax belə gündəmdə bəzi dırnaqarası müğənnilərdən tutmuş, oxuya bilməyənlərə qədər danışdıq, söhbət Təbii elədik. ki, inşallah ki, verilişin öncəki dəqiqələrində də maraqlı söhbətlərimiz olacaq inşallah. Mən ATV kanalının dəyərli kollektivinə təşəkkür edirəm. Allah sizə var eləsin. Azad sən də çox sağ ol. İnşallah. Davamın orada inşallah. Zəhlər gəldi. Gedin toy qapısına. Gedək görə bizi necə Qazan qırağımızı gör. Bəli. Buyurun, yolçu yolda gəl. Şahada. Ağzabəddən salamlar olsun hər kəsə. Xoş günlərinizə gələyəm. Salamlar olsun Ağzabəd elindən. İnşallah bir neçə saniyədən sonra, dəqiqələrdən sonra möhtəşəm bir toyumuz olacaq. İzləmədə qalın. Azad. Gəlin. Orxan, səndən çəkdir. Gel. Bir yok kardeşim. Bak bugün Ağzabədin elində gözəl bir həyat boyundan. Hə? Bəli. Zəhmət çəkmişsən. Bəyət asıl, oğul toyu mübarək. Maşallah, bağban kimi bar ağacı həmişsən. Bəyət asıl, oğul toyu mübarək. Eynurla qardaş, öz yurdunda zövq-ü səfa sürəsən.
Maşallah evlatlarına bak böylece atalıq borcu verəsən. Bu gün oğul toy görsən qardaş inşallah. Deyə səni verənə şükür. Atası oğul toy mübarək. Mənim Allah adlı bir köməyim var. Sinəmdə döyülən bir ürəyim var. Ürəkdə bir arzum, diləyim var. Bəy atası, bəy anası, gəlinimizin valideynləri gözünüz aydın olsun. Evlat toyumuz mübarək olsun. Alkışlayırıq buraya. Bəli, bravo. Mənim ailədə ilk toydu yoxsa? Yox, Hə, üzr istəyirəm. bəli, Bu 3 övladdır. bəli. 2 qızlardır, qızları köçürmüşük. Bəli, 6 nəvə var. bəli, Bu da bu qardaş təkdir. bəli, Bunun da bu da polisdir. bəli. Qardaşınız İndi toydu, hə? Qardaş yox, oğlumdur. Oğlunuz. Hələ buna qardaş. Yox, uşaqların qardaşı. Qızların qardaşını deyirəm bir dənədir. Hə, qızların qardaşını deyirəm bir dənədir. Ona görə indi bu da biraz gecikibdir. İşinlə əlaqədar. Hə. İndi də Bəs yəqin qız evi hardandır? Hansı kətdəndir? bizim ən doğma kəndimizdir. Bəli. Bizim Kəbiriyik, biz Kəbiri. Ha, Kəbiri. O biraz uzun məsələdir, Aha. onu xırdalamaq. Hə. Həmin elə bir o Kəbirinin paytaxtı kimi deyək də belə. Bəli. Həmin Salmanbəyli kəndi. Bəli. Biz orada doğulub böyümüşük. 80-cı ildə biz bura Paytaxt. köçmüşük. İcazə 80-cı ildə. verirsiniz bir dənə. O kəndə gedəcəyik. O kəndə gedir. Hə, Hə, nə orada gözəl. mənim mamam var. Ha. Atamgilin bircə bacıları var. Onun nəvəsini almışıq. Onun nəvəsini almışsın. Hə, Hə, nə gözəl. onun da 91 yaşı var durur. Bəli, Allah Sizi ömür gözləyir, versin. orada çəkilir. İnşallah. Deyirsiniz, mən bəylər mənim həmişə demişəm, bax dəfələrlə Safa qardaşım. Ağsaqqallar var da, indi bizi ekran qarşısında, efir qarşısında izləyənlərimiz var, üzr istəyirəm. Bu yoldaşlar, ailədən, övladdan danışanda niyə deyirsiniz üzr istəyirəm mən? Bax, niyə üzr istəyirlər, hə? Bax, nədən irəli? Bizim qarıda keçiyor. O yəni ədəbiyyatkan demək ki, mədəniyyət demək ki, yəni Allah Ağır həyətdə. Məsələn, Bəylər müəllim burdadır, bu da mənim böyük qardaşımdır, müəllimdir, tarix müəllimidir. Çox gözəl, müəllim, gəlin yaxına. Mən bunu ağır həyəliyirik. Bəli. Belə bir ağır həyat, belə bir. Ağsaqqal, gərək böyükçüsü yeri biləsən, Ona hə? görə bəli. Orada işlənir. Bəli. Sava qardaş, bax gəldi. Bax, görsən kabablar hazırlanır. Bax, görsən tüstü, kət yerinin havası başqadır, hə? Bir daha təbrik edirəm. Aydınlığa verin, təbrik edirəm. Ağzəbədi qəhrəmanlar diyarıdır. Bəli. Təbii ki, buradan neçə dənə qəhrəmanlar, neçə dənə ziyalı şəxslər çıxır. Allah hökmünü bir toy qismət eləsin inşallah. Bu kəndə, bu elə bir toy qismət eləsin. Biz müğənilər də gələr o toyda sizi gözləyə biləyək. Bu gün hədiyyə olaraq Safa qardaşımız xalq ulduzunun qalibi sizin toyunuzda iştirak edəcək. Bundan gözəl nə ola bilərsin, hə? Qəşəng. Hə, bax, Sava, Xoş gəlib, xoş bəy gəlib. evindəyik. Oğlan evində bir abu-hava, bir əhval-ruhiyyə yaradaq da olar. Bizim avazınız gəlsin. Hə, yaradaq. Yenə qolu sahil, yenə səri var. Bəh, Yenə yaxşan düşüm eylərilərə. Burada sevgilimlə neçə il qabaq bir çubuğunu bastırdı yerə. Nar ağacılar çiçeği, ne güzeldi dal göyçeği. Nar ağacılar çiçeği, ne güzeldi yar göyçeği. Davamı da biraz inşallah. Bəli. Bu səs bu avaz məndə olsaydı mən də belə maşın sürərdim. Büyük toy günündə, Bəli, ay bəy. büyük toy günündə, şadlıq günündə. Hə, Arzuna kamına çatasan ay bəy. bəli. Maşallah subarı daşlatırsan bu gün. Gün olsun ki görək ki atasan ay bəy. Arzuna kamına çatasan ay bəy. İstəmirəm ki ay bala çiçək kimi solasan. Maşallah ömrü boyu belə cavan sağlam qalasan. Ha qız balanın qucağına alasan, oğlunun əlindən tutasan ay bəy. Bəli. Arzuna kamına çatasan ay bəy. Bəli, bəli. Toy mübarək olsun. Bir özünüzü təqdim edin kameramız vasitəsilə. Baxsda hamı izləyir. Sərbast olun, həyəcan atın Yox, yesin. həyəcan yoxdur. Çox sağ olun. Polis Təşəkkür həyəcan edirəm. olmaz. Bəli. Allahın nuru var üzündə. Təşəkkür edirəm, var olasınız. Xoş gəlmisiniz hər biriniz. Hamınızı salamlayıram. Həmişə belə toylarda, məclislərdə olasınız. Əla. Çox xoş gəlmisiniz. Çox sağ olun. Sizə dərin təşəkkürümü bildirirəm ki, belə gözəl adət-ənənəmizi, toy adətimizi çəkirsiniz, göstərirsiniz, yaşadırsınız. Özü böyük həqiqətən necə deyərlər bir işdir. Allah köməyiniz Çox sağ olun olsun ki, bu bu gün işdə. bizim dəvətimizi qəbul etdiniz. Dediniz bu toyu çəkək, işıqlandıraq. Bax, tanışlıq necə oldu? Tanışlıq. Əvvəldən Hə, bayaq atam harda qeyd gördün, elədi. harda bəyəndin? Bax necə oldu? Bayaq da atam qeyd elədi, köhnə bir qohumluq var idi. Ay bakın paltar niye inirsən paltarı? Elə bu paltardan bəsən Hə, ayağa. hə.
Allah sağ olsun. O da qeyd elədi. Kökdən bir qohumluq var. Elə bir ki, daim Onu bir yere bağlama istəsən, niyə sən onu? Yok o ne özün bildirdiğin sevgini. Nefter oldu. Bəs o bir satan mı? Ha, bakayım oldu. Ha, o bir satan mı? Nece oldu bak o O saat bir Serhan attı burada. Nece oldu? İşte ben nece bildirdiğin sevgini. Qohumluq yarandı, bu iş baş verdi. Sonra da elə. Allah mübarek eylesin. Təşəkkür Azad müəllim. Allah Ha bu uşağı görsən, Bəli. gel bəylə baba, demək istəyirəm amma çəkinirəm. Ne görüm? Gel evlənmək istəyirəm. Evlənmək Ha, yaxşı edirsən. Ha sen nerede yaşın evlenirsen. Hə, Herkes o onun fani gö- Sən onun mektebe onun gözlərinə bax, maşallah, parılıydı. Bir üreş sözünüzü deyin. Bak bu gün evlat Gördün? koydu. Bu gün bak oğul koydu. Bizim evde çok hoş geldiniz. Ay yok. Ben evladıma böyle de bağışlasın. Doğum akrabama göz aydınlığı veririm. Gözüme de göz aydınlığı veririm. Bunlar Allah hoşbəxt etsin. Amin. Amin, amin, amin. Hemşe mehriban olsunlar. Boşa kalsınlar, boşa yapsınlar. Diyorum size geçek kaynanalık hediyesini. He, ya. Hələ görüb bəyər müəllimə deyir. Gözün aydın ayağına, evinə gəlin gəlir. Bacım maşallah daha oldun qaynana, evinə gəlin gəlir. Qarşıla gülər üzlə, sən dindir şirin sözlə. İndi də nəvə gözlə, evinizə gəlin gəlir. Gelir mi? Kız gelir. Hə, gəlir, gəl. Geldim yok kızım. Neçə şəkil göstərdiniz bacım? Hansı axırda birində durdu? Bacı budur, bacı budur. Bacı. Müəllimə, buyur. Bacı. Çok şekil gösterdi. Yüreği onu tuttu. Hə. Bir aile kurdu. Allah hoşbəxt etsin. Amin. Ömür boyu hoşbəxt olsunlar. Bir daha başlasınlar. Amin, amin. Sava qardaş, bax olursan da eldə, obada, budur neçə illərdir toy mağarında, toy məkanında olmusunuz da. Bax necə qarşıladılar, bax necə ab-hava bəxş elədi. Ağzəbədidə hansı evdə pis qarşılayıblar ki, burada da pis Hər zaman qarşılayırlar? yaxşı qarşılayırlar. Ona görə dedim Ağzəbədi qəhrəmanlar Bəli. diyarıdır. Və bu boyda qəhrəmanlar var. Allah sıvar eləsin. Ağzəbədinin hər bir qapısını döysən, qonaqpərvərdir. Allah sıvar eləsin. Həmişə bu el obaya xoş günlərə gələk. İnşallah bəyimizin də gələn il bu vaxtı bir övladı olsun. İnşallah, Allah qoysun. Ağsaqqalımız zəng eləsin ki, nəvəm olub gəlin göz aydınlığına. Toç dur indi. Qardaş, o hədiyyə soruluyor. Sonra yadımdan çıxacaq mən bunu. Bunu deməliyəm. Bu uşaq körpəlikdən Bəylər müəllimin vurğunu deyək. Bəylər müəllim qeyd eləmiş Neçə illərdir. Neçə illərdir, deyil toy zaxı. neçə illərdir özdə bunu gizli saxlayıb, biz sonradan bilmişik. Ha, bir gizli saxlayıb. Onu şeiriyyatdan bilirsiniz də. Sən nə deyir? Bəylər müəllimin nə qədər şeirlərini bilir, ancaq bunda biraz utancaqlıq var. Bunu gizlədir. Sanan oğlu olmur. Gizlədir, həmişə bizdən gizlədir. Sonradan məlum kişinin kitabı buna hədiyyə gələndən sonra biz bilmişik ki, bu nə məsələ. Poçla gözləmişəm. Bir baxın, sevgiyə aid Bəylər müəllimin o repertuarından deyim də. Yoxsa sual vermədən deyil birini Bir deyirəm. gözəl şeirdir də. Bu Bəylər müəllim bu da bu. Bəli, buyurun. Nə xoş bizə ki, Bəylər həqiqətən. müəllimin gözü çox şeirləri var. Bəli. Bəylər müəllimin gözəl şeirləri çoxdur. Hə. Mən ömür şeirini səsləndirəcəm. Gözəl, Yazır ki, gözəl. imkan varsa Var. əldən vermə. Gözəl yaşa, gödək ömrü. Qardaş, nə tez gəlib, nə tez keçir, sanki qovur külək ömrü. Dedim ömür getmə dayan, yaşamaqdan kimdir doyan? Qanun yazan, qərar qoyan, min yazı idi gərək ömrü. Xaliq səni xəlq edəndə nə vermişdi yazıq bəndə? Xərclənəndə, tükənəndə hardan alaq gedək ömrü? 80 yaşa kim razı imiş, onun ağlı dayaz imiş. Həyatımız naz imiş, insan ömrü, çiçək ömrü. Gəlib keçər yaz da, qış da, qocalacaq dağ da, daş da, insafdım yarı yaşda Əzrailə verək ömrü. Ay gileydi, getmə üzdən, dastan yarat yaxşı sözdən, bir gün gəlib alar bizdən, borç veribdi fələk ömrü. Sən də Buna bir muğam. Bugün şad günündür, əziz günündür, kədərin nə qəmin olmasın ay bəy. Süfrə doyuyorsun, qolağı saysız, yaşama ömrünü mənasız arsız.
Gereksiz görünen ağızlar barsız, kucaklarlasız olmasın taze bey. Davamın mağarda inşallah. Davamın mağarda. Elə bilirsən təhsə fanatınız budur. Cilə elə enişlər var, yoxuşlar var, düzələsə hələ çox işlər var. Allah qoyur, bəndə qoymur. Bax, bunu da mən də bilirəm. Bəli, əsas Allah qoyur. Bundan güzel ne olabilir? İsterdim biz sizle bir sözümüzü. Çok hoş geldiniz. Her birinizin, her birinize minnettarım. Hem bu da benim uşaqlıq dostumdur bu yerdeki, hem de əmim oldu. Uşaqlığımız bir yerde o dağlarda keçib, Kəlbəcərdə, Laçında. İndi bugünkü günə min şükür ki, bu gözəl torpaqlarımız alındı. İndi bu gündə Xəyal bəyin toyudu. Xəyal da özünüz gördüyünüz kimi layıqlı bir oğlandır. Allah toyun xoşbəxt eləsin, Allah yarısın, bala qismət eləsin, nəvə qismət eləsin. Amin. Var nəvəsin, bu nəvə daha şərif. Övlad nəvəsi, oğul nəvəsi. Müəllim nə demiş oğlum? Müəllim, salam. Yox. Hamısından alım da, burada olanlardan biz siz də ürək sözünüzü deyin. İstərdim ürək sözünüzü. Mən də təbrik edirəm. Gözlərin aydın. Sağ ol. Gələn vaxtı xəyal. Övladım olsun. Təbrik edirəm. Onu balış Ben de Burada deyirik, buradayız ama. Ha. Gen ha. Gen göre yani tar olur. Gen göre yani. Biri de gen. Gen göre. Bu zeki çekirse. Nəfərsiniz? Hoş gördük. Ha. Həmişə bax, Ha bunlar da bu hamleyle atalım. ürək sözünüzü istərdik deyəsiniz. Bu evin ailənin kimisiniz? Mamam yeridir, mamam müsalasıdır. Siz de hoş gelmişsiniz, gelmeye Mamamın gözleri aydın olsun, balası xoşbəxt olsun. Həmişə bahar, ürəkdən fəxr edək mamamın oğlu. Nənə, siz də bir ürək sözünüzü deyin. Aynen, bir söz deyin. Ne diyeyim? Ne şirin yiyin? Şakala şirin. Nesine not almışlar? Kurban olup hanıma. Hanım siz de ürek sözünüzü deyin. Ne? Gözlerin aydın olsun. Amin. Allah senin balaya yarısın, xoşbəxt olsun. Başları salana, yeni kapıda həmişə erişsin. Amin, amin. Sevib ailə həyatı qurmaq yaxşıdır, yoxsa evdən böyüklərin məsləhəti ilə ailə həyatı qurmaq yaxşıdır? Böyüklərin məsləhəti ilə qurmaq yaxşıdır. Böyüklərin məsləhəti ilə qurandan sonra sevgi soramaq. Bəs sevənlər, bəs sevgi də lazımdır. Əlbəttə, sonradan bir-birini sevirlər. Siz necə oldu sevdiniz ailə? Ha, nətər, necə? Niyə? Ürəyinin xəbəri. Şəhərdə görmüşsünüz sizi. Yox, onu da bilmir. İndiki cavanlar ona çatdıra bilmir. Bax, indiki qızlara. İstəyən çatdıra. Hə, bax, o istək başqa, indiki istək başqa. O zamanlar saf, sevgi, məhəbbət vardı. İndi isə hər şey puldadır, sumkadadır. Bəli. Bax, indiki qızlara nə tövsiyə edə bilərsiniz? Bax, indi hal-hazırda gəlin köçürlər, yeni bir ailəyə qədəm qoyurlar da. Bax, o gəlin necə olmalı? Bax, siz böyüklərin istərdim kim bilir. Xoşbəxt, gəlin necə olmalı? Qaynaqanın, qaynananın qədrini. Bəli. Baldızın qədrini. Bəli. Bir də görsən, baldız imkan vermir. Yox, baldızlardan deyil bizim baldızlar. Yox, o baldızlardan deyil. Şəxsən mən öz baldızlarımı, iki qızım, onlardan seçdim. İki dənə baldızım. Çox gözəl. Çox mübarək, çox mübarək. Mübarək olsun. Yarıyanlardan olsun, oğullu qızlar olsun. Gələcəkləri var. Allah. Sabah qardaş, siz ailə həyatı qurmuşsan? Bəli, təbii. Sevib ailə həyatı qurmuşsunuz, yoxsa evdən dedilər? Necə oldu? İstərdim siz də özünüzün toyağında qısa Şəcə böyüklərdən üzr istəyirəm. Əlbəttə ki, yəni sevib ailə quranda hər zaman xoşbəxt olursan. Bir-birinizi başa düşürsən. Şükür Allah'a ki, övladım var. Allah dünyalara nəsib eləsin. Xoşbəxtəm. Allah'ım. Hər tərəfə xoşbəxtəm. Şükür Allah'a. Aləm balalarım çoxdur. Anam. Allah hər kəsə mənim ailəm üçün ailə qismət etsin. Amin. İnşallah, inşallah. Bəli, əziz izləyicilərimiz, bax bu həyətdə, yerdə obada, biz sizlə bir sözünüz deyin, hoş gördük. Evin ailənin kimisiniz? Hoş geldiniz. Ben de köyün karşılığında. Ne güzel.
Hər iki gəncləri təbrik edirəm, Allah xoşbəxt eləsin, Allah gələcək həyatlarını versin. Yəni götürəndə bu ev, qız evi, bunlar kökdən qohumluq. Hər iki gənclərə bir dənə tövsiyəm var ki, bu qohumluğu illəsinlər ki, daimi şirin, əziz, nətər deyim, davam eləsinlər. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin, Allah gələcək həyatlarını versin. Gün o gün olsun ki, gələn bu vaxtı bəyimizin atası əlindən nəvə alsın, canından nəvə bəsləsin. Övladda dəvə, dövlətdə nəvə. İstikamam ey, yağlı pətir, qayma qalmır, yenə gətir. Bırlarını yey, arada bir, durdu yey, meşəbəyi. Ağrın qalım ey, kabakçı evi, derdi qalım ey, kabakçı evi. Eşq olsun kabakçı evi. Buradan hiss edirəm ki, musiqiçiləri hazırlayır bu kababı. Bu deyəsən döyüm yox. Bəli. Oxşuyur. Salam, necəsiniz? Xoş gördük. Həmişə bax, belə gözəl günlərdə görüşərik. Həmi? Xoş gəlmişsiniz. Kababçı necədir? Kababçı olmaq necədir istəyir? Ağır bir sənətdir, gəlib onu bacara bilərsən. Onu elə bacarasan ki, bax bu ət sıyırılıb, tökülməsin ocağın üstünə. Maşallah görmürsən, şişən ətə vurubsa lüləni. Bəli. Bəndən. Bəli. Bunu yeməyəsən, Əmin neçədir bu sənətlə məşğulsunuz? Mən haradasa bir 30 ildən artıq. Maşallah. Çox gözəl. Bu sənət necə oldu gəldiniz? Bu sənətə mənim marağımdır. Marağım, səbəb. Çörək var mı sənətdə? Var, Allah bərəkət versin. Amin. Neçə nəfər qonaq üçün hazırlayırsınız? Bu haradasa 500-550 nəfər. 550 nəfər çatdıra biləcəksiniz, ha? Bax 550-500 nəfərlik bax qonağa necə deyərlər? Neçə kiloluk dananın ətindən hazırlamaq lazımdır bu kababları? Haradasa 200 kilo. Hə. Hə. 120-130 kilo qoyatımız var. Hə. İnşallah. İnşallah. Yəni bu qonaqlara çatdıracaq. Hə, məndən. Gəl. Önemli ya. Manisini var sizin. Yok, manisini yok. Siz de rahat işinizde olun. İşinizi bitirin bizler. O xeyirvana bak çəkəcəm də. Yox, sizə bu hamı qoy gəlsin hə. Hadi gel. So. Hə, bax toyumuzun maraqlı anı odur da, adət-ənənə. Ata, ana, bacı, qohum əqrəba xeyirva verir, gedirik, qız evinə. Bax, sizlər də bu adət-ənənəni yenə yerinə yetirək xeyirvanızı. Mən bir balaca uzunçuluq eləmək istəmirəm. Mən deyirəm ki, övlad nədir? Övladı necə böyütmək lazımdır? Övladı necə tərbiyə eləmək lazımdır? Bu toyun da adət-ənənənin də gözəlliyi övladın tərbiyəsində. Tərbiyəsində olsun. Mən getdiyimiz vaxtı, mənim anam vaxtı, 3 ildir biz qız axtarırıq. 3 ildir. Yəni, bayaq dedim, ailə qurulanda tərbiyəli ailə, təməli möhkəm olmaq üçün, nəsilli köhlü, tanınmış, belə olmalıdır. Ona görə də axtardığı nə qismət var, getdiyi orasıdır. İndi mən bütün hamının övladına belə bir gün arzu edirəm ki, hamıya Allah belə bir gün qismət eləsin, Allah belə bir övlad yetsin. O da bir kişinin övladıdır. Bəli. Belə bir övlad yetsin, belə bir tərbiyəli uşaq yetsin, subay oğlanlarımız çoxdur. Belə bir gözəl övlad yetsin, ailə qursunlar. Mən hamını təbrik edirəm, bu cümlədən də öz övladımı. Sizə də minnətdarlığımı bildirirəm, əziyyət çəkib gəlmişsiniz. Mən hiss edirəm ki, o qız bir evdə xoşbəxt olacaq. Çox sağ olun. Ata sizin kimi ana var. Yəni, bunu hiss edirik biz. Sağlamayalım. Yenə də, bax, bir övladınıza xeyirva verin. Mən övladımız çox ürəkdən təbrik edirəm. Onu öpürəm. Öp, Allah onları yarısın, qoşa qarısın.
bir ömür boyu mehriban olsunlar. Kıskanmayacaqsan. Yok, yok. Olur da analar kıskanır. Yok. O benim gözümüz kimi. Benim kızımdı. İki kızım var, o da üçüncü kızım. Balası bacı var. Siz də biləsiniz. Allah xoşbəxt eləsin qardaşım. Ömür boyu xoşbəxt olsun. Allah xoşbəxt eləsin qardaşıma. Atamla anamın gözü aydın olsun. Çox sağ ol. Allah sizə necə deyərlər, bol xoşbəxtlik versin, ailə saadəti versin. İnşallah. Deyirəm qız tapmaq da çətindir, oğlan evləndirmək də çətindir. Subayın da Bazıra gəlin. qapını niyə bağlıdır? Qapını bağlayıblar. Üzümüzə bağlayıblar. Yok. Çıkmak istəyirdi. Hə, ona görə bağlayıblar. Bura indi bəy otağıdır, hə? Gedək bu bəy otağı ilə tanış. Görənlər cehiz veriblər. Cehizdən razı oldunuz? Yok. Gün orta değil ki. Gün orta değil ki. Ben sakın Narahat ol, narahat. Çox ayaqqabı ilə girməyin. Heç olur. Bəyimiz hardadır, bəyimiz? Bəyimiz. Hayal ya. Xəyal. Hə. Onu bir çək abi. Hə, giyinsin. Bir də vağzalı versinlər oradan, vağzalı. Koy deyim. Hə. Gülü də əlinə götür. Həmişə toyda pısaqda. Vaxtlı məsələdir. Amin. Vaxtlı məsələdir, aç. Köhnə adət. Gələn də axla gəlir. Gedəndə axla gedir. Ondan nə edirik? Kesirik bəy maşınının qarşısına, axla gedir. Gəlin. Bax, əziz izləyicilərimiz, burada adət belədir ki,
Bəy gedəndə qız evinə və qız evinə gələndə Atar da gətir. qırmızı yoxdur, onu da bağlayaq. Tak zaryadka, zaryadkası qutar. Çəkdim hə, zaryadkası qutar bir dənə. Zərəzli görünən belə. Yox, gələndə olacaq o. Gödəndə də, gələndə də. Minərdim vaxtın belinə bir dənə stand-up eləyərdim. Minisi gəlməyin, gəlməyin. Sən eləməsi? Yox, kim sənləsi?Ədəni yıxtırarsın ata. Hə, onu nədir ona? Hə, mən kim? Vaxtın belində bu olmalıydı. Hə, hemen gelip 5 mertebe yenip. Vay yerdə ha? Gezdə, gezdə. Arxana at. Abi çəkmək olar yoxsa? Yoxdur ha? Ha. Yox, yoxdur maalesef. Kulağını seçsinler. At geçsin, yine seferini bakar çeker. Onunla çəkəm, Orxan, onunla çəkəm, Orxan. Onunla çəkəm, onu yaxşı deyir, onunla yaxşı deyir. Mən içərdən çəkəm onu. Yine bu bağla, orada ilə çatana yaxın qız evinə düşüb çəkərim. Kabakçı Əmin Yamanov vurmağı. Orxan. Hə? Kabakçı Əmin Yamanov vurmağı. Hə, qəşəng düşdü. Nasıl oxu çəkdim? Niyyət eləmirəm, deyirəm ki... Arpa çayı açtı, açtı. Arpa çayı açtı, açtı. Sen sananı aldı kaçtı. Sen sananı aldı kaçtı. Alay gözlü kalem kaçtı. Alay gözlü kalem kaçtı. Apardı seller sananı. Bir ala gözlü balanı. Sen satsırsan. Anlaşıldı. Ben çekmişim. Sen çek. Ha, çayın lazım değil, ben çekmişim. Ben çekmişim. Buranın bir istem. Ben de televizyon evin gelsin. Ana evin gelsin dedim ben çekmişim. Ben dedim Hə, əziz izləyicilərimiz, artıq gəldik qız evinə. Başla. Hə, əziz izləyicilərimiz, artıq gəldik qız evinə. Safa qardaş, qız evindəyik, hə? Gedək görə bizi necə qarşılayırlar? Kimlər qarşılayır? Göre karşılanan kim bizi yiyip Bəli, bəli. Salam, necəsiniz? Hoş gördük. Hoş geldin. Ne var ne? Hemen kendinize bakın. Ben saat ettim. Baxırsınız, ha? Ha, toyun sədası. Görsə məşq eləyim. Hepsi bakın. Ben saat. Nasıl bir sefer ki? Necəsiniz? Evin ailənin kimisiniz? Kardeşim budur. Allah hoş olsun. Allah barak veresin. Sağ olun. Çok Bəli. var olun. Var olun. Necədir vəziyyət? Sağ salam olsun. Allah çarpıyor. Ha, tanıdı bu oğlanda. Hardan tanıdın? Aslında kanalında. Ha. Ha, yer sefer. Al bulsun. Nereden buldun? Ha. Ben sakın heyecanlı yapıyorum. Ha.
O demez, o demez. Evde kişinin sözü kesin Allah xoşbəxt eləsin. Xeyir dua ver. Allah xeyir versin, Allah mübarək eləsin. Maşallah, Allah köməyini götürsün. Bilir misin?
məqam. Yürekte, gürültülü, alkışlar. Eşk olsun. Evet, əziz izləyicilərimiz. Və həmin o an, həmin o məqam gəldi, çatdı. Buyurun, Allah xoşbəxt olsun. Ana gəlin. Ay anam, hoş gördük. Öpdən oranı seçsin. Yaşı var, hə? Allah ömür versin. Sağ olun. Bana burada duruyor. Sabır et. Sabır, nene. Aşağı. Lan nene. Nərsiniz? Balış nene. Ha? Balış nənəmiz, əziz izləyicilərimiz, qızımızın nənəsidir, hə? Böyük nənəsidir. Balış nənəmizin 90 yaşı var. Bir nənəmizin maşallah olsun, bir xeyir nasıl olsun. Amin. Kız gelir bu evden o eve. Nətər olacaq, tarix mi yazsan? Ha? Sabah, kardeş. Özümkine ki nenenin yanında. Nenem okuması günah olur. Günah olur, əlbəttə ki. İstəyirsiniz bir gözəl nənəmlə. Seherler gelir ayaz, yar gelir elinde saz. Eline kurban adamlar, güzel güzel ayaz. Nenem, ay ben bağlış nenem. Nenem, başı çalmalı nenem. Biraz da bedava bir şey gelsin nenem. Ayağım kıskanma. Ya sen. Sənə, darxasan qız üçün. Yok özümki de gelir. Yunus ana çıkıyor. Sen niye darısın? Kardeşinin nevesi. Bəli, qardaşım. Gəlinlər necə olmalıdır? Bax, indiki gəlinlər, qızlar necə olmalıdır? Qaynana evinə, qaynata evinə gedəndə qaynananın sözünü eşitməlidir, yoxsa oğlum? Yok, qaynananın qaynatanım. Ən birinci, mənim sözüm odur ki, derim, mən ona gücə kəlmə söyləyim. Deyim, həyatı istədiyini şalma olunca. Yaşa özleşdim de adınla Esmara sevrak dostunun can sırdaşını ana olduğun evde ağaç başına. Kızların indiki zamanda oraya geçmişler. Kızın en büyük cehisi, onun böyük hürmeti, ismeti, bir de hayat yoldaşına sadakati. Ondan sonra oğlanların da ancak ve ancak atladığımızdadır. Oranın ne brilyantı lazımdır, ne kızını ne gümüşü. Oğlanın hayat yoldaşına ancak sadıkıyım. Arz ederim ki bu iki gencin arasında olan sevgi yavaş yavaş nifrete yok. Ancak hürmete, samimiyete çevirsin. Allah Teala'dan arzum budur ki genelde bu vakte kadar evinden körpe sesi gelsin. Bizim başımızı uca eden gelinlerden olsun. Bizi av olsun. Gelin demenin değil, gelin olduğun yerinde böyle hürmet varsa, samimiyet varsa, inanın ki orada her şey var. Şöyle geçen de bal, varla böyle bu iki mamolun dayoludur. Bunların arasında olan o topluluk, maddiyatın ölçülmesin, mənəviyyatı insanın gözəl olsun, mənəviyyatı gözəl olsun, insan mənəv zəngin olsun. Bizim gözümüzden Allah yana. Allah yana çok xeyir versin, Emrah kardeşime. Onların yolu hayaldan bize çok xeyir versin. Bu nenemizin Allah canı sağ etsin. Onu Allah saklayıp, arada, darda, bir tanesinden nutulları vermeyip, ne yapma versin saklayıp. Hoşbahtların hoşbahtı, Allah bu nenemize gelmesin. Bu varsa, Mehmet Yalnız'da diyorum ki, olmasa ben bir gün şahsımıza gelip gelmeliyiz. Böyle ki, Nereye göre gelip gelip? yani böyle bu nene güzel nenedir, bizim canımız ona kurban. Güzel nene, Allah neyme verirsin benden sana. Bak 18 yaşında bu adam aramazsa, neşe olmasa diye olgun inşallah. Haklısın, hoşbahtın. Bu da onun en kalacağının büyüdür. Allah yaryanlardır. Allah hoşbahtınız. Siz de çok çok sağ olun. Allah hoşbaht eləsin, bir də mehriban olasınlar. Sənin nasıl adı neydi? Esmində xanım. Hansı universiteti kolej qurtardı? İxtisas nədir? Bəyiniz olaraq hansını məvzusunuz?
Bəyimiz olaraq xasiyyət. Bəyimiz sənin xasiyyətlidir, yaxşı xasiyyətlidir, pis xasiyyətlidir. Pis xasiyyətlidir. Canım bacı, siz də bir versiyonsunuz deyin, özünüz özünə bir xoşbəxtlik arzulayın. Buyurun, versiyonsunuzu deyin, gəlinimizi götürək gedək. Əlbağı bir bağın gətir bir əlbağısını. Əlbağı bir bağ. Qaqa birinci əli bağlan. Qaqa birinci əli bağlan. Törəsin. O pul sənə qalacaq, yoxsa? Yox, gəlin. Gəlin xanımda sonra sizə verəcək. Çəkiblər, iş çəkir. İndi o bir qardaşlar yazır. Görək, oğlan evi çox pul qoyur, yoxsa qız evi? Görək hansı çox pul verir? Afiyetler olsun. O yüzden bir qaqa. Üstündən altdan gətir. Dəyimiz maşallah işi bilir. Canım bir reklam alışlayalım. Benim bağla. Benim de bağla. Senle bağladım. Benim bağlamak bağlı. Benim bağlamak çalıktı. Lale neydi? Lale Hayır, biraz belə dur, araya geçsən. Yox, bəri dur. ne baba yakın oldu. Sən də dur. Bağlayırsan, hemen onda çəksin. Hayır, düz. Hayır, Kabla bak. qardaş da gəlsin. Benim bağlayın, benim bağlayın gedin. Tamam. Tamam, kardeşim. Bir defa açırsan, sonra bir de bağlıysan. Benim bağım benim. Amma bilirsən, Nətər edirik qardaş? Bu desin də nətər bağlanır, ha? Dur orada səhnə. Birinci bir dəfə bağlayırıq, sonra yenə açırıq. Neçə dəfə əzbərləmirsən? Evdə neçə dəfə bilirsən? Mən bəlkə 20 dənəsi var. Aynı bağlı. Sen mi veremezsin? Burada nə deməlisən? Kız gelin, el ayağı düz gelin. 7 oğul isterim, bir çemeleye kız gelin. Tamam çək. Burada belədir, ancaq durur. İndi bağlanır, yoxsa bağlanmır? Bağlanır. Bağlanır. Həs bağla. Bağla, bir dəfə də bağla. Bir dənə də bağla. Sənin yerin olsaydım şirinliyi almamış bağlamazdın. Yox, mənə ehtiyac yox. Bu. Qardaş olur. Ay can. Bu bəyimizin həmi bahisi olur, həm də qardaşı. Çox gözəl, çox yaxşı. Balaca qardaş. Bəli. Bax burada. Gedəyin. Sıran başı. Başı var. Sən yəni. Güzel adamlar. Bir dənə atayın. Çölə. Asıl sen de dur orada. Ne kutu biraz xahiş edirəm. Biraz arada boş. Bak nasıl? Sağ yoldaşım anla. Azat. Biraz sakin. Buna bak. Biraz sakin. Buna bak, buna. Bak buna bak. Hə.
Gəlinimizin atası. Allah xoşbəxt eləsin. Mübarək olsun. İstərdim ki, bax, bəyimizin atası gələndən bülbül kimi cək-cək danışır. Siz də danışın da. Bax, nə arzu edirsiniz? Xoşbaxt çıxın. Xoşbəxt olsun. Allah xeyir versin. Amin. Sağ ol, sağ ol. Balan yarısı, qarısı. Amin. Sevinç göz yaşıdır. Sevinç göz. Qızımız bu evdən digər evə gelir. Bir ana xeyirdaşı verir. Bax, nə arzu edirsiniz qızınıza? Bax, nə tövsiyələr etmişsiniz? Oğlumuz yer qoymayasam, gəlir gelsin. Gör, telefonat koy. Her şey yalan değil. Amin. Bəxtələr olsunlar. Amin. Bəli, əziz vəzirlərimiz, səsləsin yazdır. Bəyimizin atası da, bəyimizin anası da çözdəli. Gəlinimiz də çözdəli, gəlinimizin atası da çözdəli. Bu sevinç göz yaşlarıdır. Gəlin ürəkdən alqışlayaq. Makyajı bu. Bəli. Evimize gelir gelir, çıkalayıp teli gelir. Evimize gelir gelir, çıkalayıp teli gelir. Görüşüne gelir, görüşüne gelir hey. Tıraklar güyan, tırak güyan, tırak. Tezebe şallan, tırak şallan, tırak. Tıraklar güyan, tırak güyan, tırak. Hey gelin şadlandırak, şadlandırak. Allah mübarək elə. Bəli, əziz izləyicilərimiz, Səfa qardaşımız çox sağ olsun ki, bugün hava limanından, məhz Moskva şəhərindən düşüb aeroporta, hava limanına, oradan da birbaşa bax bu toya gəlibdir. Sağ olsun ki, bugün dərnəkimizdən gəlmişdir. Ailə ilə tanış elədiniz. Ağzabədi mənim üçün doğma bir yerdir. Çünki ayda bir 5 dəfə, 10 dəfə mən burada Allah sizin kimi səsləri həmişə bax bu yerdə obada var eləsin. Amin inşallah. Gələn bu vaxtı övladlarının xeyirsinə gələk. İndi isə adət odur ki, gəlinin atası çırağın başına hərliyir və sonra qızımız götürüb gedirik. Buyurun. Bir dənə Ram verəsə. Qəşəng ərəsinlər. Sen ol. Sen ol. Gəlin deyil. Xeyrin duasını değerli. Yersine kısmet eylesin. Amin. Bir alışlayın da, bir zahmet olsun. Sıra gelir hadi. Sıra kim götürür? Sıra götürür. Evet, sıra ben geldim. Kur'an boşaltınca. Baxırsınız bu verilişinə? Ay? Baxırsınız? Güzel. Baxırsınız verilişə? Ha, bunu da bakarım. Ha, bakarım.
Sana bir nasıl bir şey koyuyorsun? Ya gül kabı da mesela. Diyor gülü götür vedre var ya gül. Götürebilirsin. Xeyr, bax gömürəm. Açaq yedirik xeyr. Paket taxacaq. Oradan keçəcək, gözləyin. Xəyaldan. Qapın çəkir. Yaşat bilir de. Her şey düşünüyor. Yolda atlar zaten oldu. Atlar zaman oldu. Çakır ne demek? Yazdıkça ettiğimiz Mesela sağ. Neden dönem söndürük ediyor? Dövücü taxanıyor. Belki oradan ışıklardır mı ipsan? O şeyi atıpsan, o ağı gösteren. O yazılar atıpsan 1, 2, 3, 4 var diye ve yalan atıpsan. Onlar açtı, onlar açmış vazgeçti. Beyaz. Atları seçebildiğin. Sen eğini seçsen ne seçsin? Full eğini seçsin. Yok, eşli seçsin. Yok götürebilseydi senden. Götürebilir senden. Problem yok. Bizi götüreysin. Sen ben internetten atabilirsin. Atar problem yok. Gel, sabır, gel. Aşırı bir göre kişinin neyine desin abi? Ki xeyir dua verir, gəlin oturmur. Allah balalarımı xoşbəxt eləsin. Yaradanlardan eləsin. Boşa qalsınlar, boşa yarısınlar. Geldi çıktı. Bizi sevindirsinlər. Çok güzel. Allah şirin paylarını versin. Onu da atasalasın, əziyyətlə böyüdüm, mən də aparım. Hoş gəlmişsiniz. Evi, ocağı hamısını həval edirsiniz bunu, hə? Hamısı bunundur. Bəli. Aynı belə deyir, əzizlər. Bundan əlavə də Kızıldı, hə? Yok, şalmıyım. Bəli. Anam, gəlin sizə xeyir dua verin. Bəyimiz gəliniz keçsin otağına. Buyurun. Ben de bir bibi kimi öz xeyirdanımı vermək istəyirəm. Əvvəla bütün hamıya belə yaxşı işləmişsiniz. Amin. Xəyal, mən sana can sağlığı verirəm. Həyatda mal da, pul da hamısı gəldi gedərdi. Bir mehribançılıq. Anam təcrübəlidir, ha. Mehribançılıq olsun, hər şey olur. Sizə cavansınız, gələcəyiniz yaxşı olsun. Çəkənlərin Allah canına dəyməsin. Mən öz minnətdarlığımı bilirəm. Təxr edirəm ki, sənin toyunda biz hamımız iştirak edirik. Sağ olsun, Allah köməyim. Gün o gün olsun, gələn bu zaman bir yaxşı evladım olsun. Amin, amin. Sən də gözün aydın, çox əziyyət çəkirsən. Qurbana da qısın. Amin, inşallah. Yardanlardan eləsin, evi qaçsın, şəhəri də yaxşı Bunu da bilsin. Bibidir. Ne kadar yazdırarsın toya? Bunu ne kadar yazdırarsın? Köpeğin bilirəm də. Öz köpeğin ne kadar? 100 manat, 50 manat. 100 manat, deyin. Əsas olur. Bak böyle, Allah xoşbəxt eləsin. Mehriban olun, bir-birinizə sevməyə çalışın. Bəyimiz canımız mağara keçirsə ya. Burada adət necədir? Hələ məsləhət edəcəksiniz. Onda siz məsləhət edin, biz də gedək qazanların başında çəkiliş edən əzizlərəcək. Toyu çəkək, gedək. Bəli, sol çək otursun.
Vur da, reki vur. Bura. Bibi, siz nə söhbət edirsiniz? Siz kimin qeybətini görürsünüz? Hə? Biz heç kim. Buyurun. Salam, xoş gəlmişsiniz. Bəy gəliniz də xoşbəxt olsun. Allah mübarək eləsin. Gözdə olsun, görsünlər. Gələn vaxt evlad qismət eləsin inşallah. Bizdəki, çox salamlarım, biz də toyumuzun müğənnisiyik. Biz Bibi xanımız biz, Bibi zad deyil. Xanım, bağışlayın. Zülfiyə xanım, Mənim səbimi tutdular. Mən Arzu Ağcalı, bu da Zülfiyə Ağcabədili. Siz oxuyansınız. Bəli, xanımlar. Bugün biz idarə edirik. Sizdən bir xahiş edim də, bu ocaqda məndə bir yerinin ortanızda əyləşimdə. Gəlin bir arzudan tutun. Hə, bax sizin ortanızdayım. Burada ürəyinizdən hansı mahnı keçərdi? ATV-də çəkirik, bax reklamınız gedir. Hə, Safa qardaşım, buyursunlar. Gözəl. Siz nə istəyirsiniz? Yox, ürəyiniz nə istəyir? Bax, bəy evindəyik, gəlin evindəyik. Buyurun, bir ifanız gəlsin də. Yan səmənlər açardan, bülbül bağan uçardan. Yan səmənlər açardan, bülbül bağan uçardan. Eşidəndə nəğməmi, xatırlayarsız məni. Eşidəndə nəğməmi, xatırlayarsız məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Gözəl. Arzular çox ömür az, mən olmayanda bir yaz. Arzular çox ömür az, mən olmayanda bir yaz. Dolaşanda gülşəni, xatırlayarsan məni. Dolaşanda gülşəni, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsınız məni. Xatırlayarsan, xatırlayarsınız, xatırlayarsınız məni. Əla, çox sağ olun, var olun. Bəyəndiyi sizi bəyənənlər bəyənib. Biz kimik ki, biz də sizin bax belə səsinizi, avazınızı dinləyirik, tamaşaçılarımıza təqdim edirik. Azad Qarabağlıdırlar, görsən səsləri. Əsl Qarabağ səsi. Xanımlar da götürüb, sizi də götürüb keçmək istəyirəm Qazanın başına. Keçəyin ora. Görəyim bax Qarabağ. Mən də göz aydınlığı verir, bəyin atasına, anasına göz aydınlığı verirəm. Allah bu gəncləri xoşbəxt eləsin. Allah onlara gözəl gələcək qismət eləsin. Ata, ana da baxsın, bəy açılsın. Gözəl evlatlar bəxş eləsin. Allah bərəkət versin. Əsl yemək budur bax. Toyda belə yemək verirlər. İnşallah işinizin başında olasın. Baranızın toyunda. Bəli, gedək görək bax nə hansı yeməklər hazırlanır. Görək bax. Rayon bozaqlısı. Hə. Petruşka. Qonaqlara çatır ha? Hə, nə gözəl, nə yaxşı. Bax, yeməyin başında hansı ifamız gələrdi? Bax, yeməyin. Sana varamışam, silərim yoxdur. Bir dərdə düşmüşəm, bilərim yoxdur. Sana varamışam, silərim yoxdur. Bir dərdə düşmüşəm, bilərim yoxdur. Gedəni gedibdi, gələnim yoxdur. Ayana bu yarım, diye gəlməz oldu. Açdığımda da görülməz oldu. Ayana bu gözler, niye gəlməz oldu. Bütün bir yere koy. Açdığımda dağlar görülməz oldu. Bunlar niyə sir saxlayırlar? Sabah qardaşım siz saxlanır. Sabah qardaşım qiymətini açıqladı dedi. Hər kəsin özünün Yemirsiniz, hə? Xanımlar ayrıdır, bəylər. Xanımlar biraz utanacaq olur, xanımdır. Amma bəylərlə nə var? Bax, filan toyları necə olur? Necə idarə olunur? Gözəl, super, İndi gözəl. bir az sonra oxuyacaqsınız. Bu cür oxuyanlar var. Arzunun ağzına. Əla səslər, gözəl. Bəli. Ona görə də, bax,
Bak toyumuz devam etsin. Burada deyəsən xanımlarım var. Mağarla da tanış olalım. İnşallah yaxınlaşacaq. İstikə var. Hə. 35 şiş var. Kameraya baxaq. Yəni bu 35 şişin hamısı yeyiləcək də, hə? Satacaq qonaqlara bunların hamısı. Hələ deyir, orada da var. Hələ qazanlarda da var, əziz izləyicilərimiz. Baxın, qazanlarda. Bax, bir dadına bax da, Sabah qardaş. Gör nətərdir dadı. Bəh, 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 bəh. Bax, burada da var hal-hazırda. Lülələrimiz var, lülə. Necədir dadı? Var da? Əla. Əla. Burada hansı mahnı gedərdi? Mangalın yanında nə getməlidir? Araz üstə, buz üstə telo, kabab yanar, göz üstə telo. Araz üstə, buz üstə telo, kabab yanar, göz üstə telo. Qoy beni öldürsünlər telo, bir ana göz üstə telo. Aman telo, telo can telo, yanam telo, telo can telo. Aman telo, telo can telo, həsrətindən ölürəm tello. Bax, 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 bax. Bax, bunun da elə marağı, ləzzəti odur ki, Kababa gəlir, bax, kabab. belə ocaqda kabablarımız hazırlanır. Qarabağ kababın yerini heç Bəli, bəli. Müəllim, sizə işinizdə uğurlar. İnşallah. Əliniz gözünüz var olsun. Həmişə işinizin başında olasınız. Həmişə toylarda. Bəli, bəli, bəli. Bəyimizi təbrik edirəm. Allah xoşbəxt eləsin. Şirinlik Allah çox veriblər. xeyir versin. Allah xoşbəxt eləsin. Şirinlik veriblər. Hə, indi gələcəklər. Gələcəklər. Nə qədər verəcəklər? Bəyin atası nə verəcək? Nə qədər? Burada nə qədər? Həmin yığarsan gələcək yarı bölərik. Burada nə qədər verirlər? Nə qədər verirlər? Nə qədər verilir? Hə, nə qədər də təxminən? 15 manat, 20 manat. 20 manat, 100 manat, 100 manat. Azad 100 nəfərə Hə, bölərik. bunlardan deyəsən 100 manat çıxmır, hə? 2 manat, 3 manat çıxır. Səbuhiyə də bölərik. Hə, adam başına, hə, inşallah. Bəli, əziz izləyicilərimiz, baxın, bax, toyumuz öz axarı ilə, baxarı ilə davam edir. Bəh, bəh, bəh. Arı çalacaq indi bu dəqiqə səni. Laçını balasıyanda biz arının içində böyümüşük. Bəli, əziz izləyicilərimiz, Safa qardaşımız bu gün bu toyda bizlə bərabər iştirak edir. Safa qardaşımız elə bir sənətçidir ki, elə bir sənətkar qardaşdır ki, uşaq vaxtından ta indiyə qədər oxuyubdur, gözəl ifaları olubdur. Mən baxdım kadrlardan ekskluziv olaraq Toyun Sədası proqramında o kadrları sizə təqdim edəcəm. Safa qardaşımız, ulu öndərimiz, ümumi liderimiz Heydər Əliyevin qarşısında ifa edibdir. Necə hiss idi bax o ifa, Aziz Safa? Qardaşlarım bu haqda danışırsan. Çox sağ ol, düzgün vurğuladın. Təbii ki, mən, yəni siz tanıyırsınız, mən gənc yaşlarımdan mavi oxuyanlarda oxumuşam. Allah rəhmət eləsin, ulu öndərimizin dərəli demək olar ki, sayılıb seçilən gənc xanəndələrdənəm ki, ulu öndərin xeyir duasını almışam sağlığında. Şükür Allaha ki, xoşbəxtəm. Bir neçə müsabiqələrin qalib olmuşam. Höhrə müsabiqəsinin qalib olmuşam. Gönçə Grand Prix olmuşam. Muğam müsabiqələrin qalib olmuşam. Yəni saysaq daha çox diplomlarım, medallarım. Allaha min şükür. Allah cəmi dünyasında yaşayan valideynlərə rəhmət eləsin. Mən öncə öz müəllimim, öz atam olur. Qarabağ donasında hər kəs tanıyır, Şəfa Məmmədov. Allah ruhunu şad eləsin. Ondan sonra mən müəllimim olub Arif Babayev, Allah rəhmət eləsin, Respublikamızın xalq artisti. Vahid Abdullayev, Allah rəhmət eləsin. Sabir müəllimin qardaşı. Bəli, bəli. Sabir müəllimin qardaşı. Adamımızın fəxri, bəli. Ondan sonra sonda mənim müəllimim, Respublikamızın xalq artisti, Allah ömür versin. Mənsum müəllimə uzaq olsun salamlar. Mənsum İbrahimov mənim müəllimim olub. Yəni dəyərli xanəndələrdən dərs almışam. İnşallah ki, veriliş öncəsində yəqin ki, o fragmenti verərsiniz mənim bu öndərlə. Bax, necə hiss idi ulu öndərin qarşısında ifa eləmək? Bax, necə hiss idi? Mən düzün deyim ki, çox uşaq vaxtlarım idi. Bir o qədər də mən, məsəl üçün, anlamırdım. Bəlkə indi olsaydım çox həyəcanlanardım. Amma uşaq vaxtı bir o qədər mənə, necə Lorində də desək, təsir eləmirdi. Bəli, bəli. Amma şükür ki, o vaxtın fragmentlərinə baxıram, özümə deyirəm ki, mən dünyanın ən xoşbəxt adamıyam ki, ulu öndərin xeyir duasını almışam. Yəni şükür Allahın müjünə. Hər zaman yüksək səhnələrdə olmuşam, Allah rəhmət eləsin, dəyərli xanəndərimiz Xan Şuniskinin yubileyində, 100 illiyində xalq artistləri ilə bir səhnəni bölüşmüşəm. Hər zaman pillələrdə,
yüksək pillələrdə olmuşam. Yəni bu günümüzə şükür, inşallah ki, davamı da gələr. Sizə də təşəkkür edirəm və ekskluziv olaraq üzr istəyirəm. Mənim Ulu Öndərlə olan fraqmentim ekskluziv olaraq Toyun Sədası proqramında bəli. Tamaşaçılarımıza təqdim edəcəyik. İnşallah. İnşallah. Hər kəs baxar Allahın izni ilə. Safa, bax bizim əziz qardaşım, missiyamız ondan ibarətdir ki, bu gün biz gözəl səsi, sənəti olan bax sənətkarları çəkirik efirimizdə. Bu gün bax Toyun Sədası verilişində Safa qardaşım elə bir sənətkardır ki, bax belə deyim də, ancaq canlı ifa edir. Canlı səsi ilə, canlı avazı ilə, fonoqramdan kimin ağrıyır canı çay, 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 çay. Qardaş, necəsiniz? Armud istəkanda çay, çay, çay. Bəh, necəsiniz? Çox sağ ol. Keyfiniz, əhvalınız? Bu elin, obanın, evin, ailənin kimisiniz? Mən çayçıyam. Çayçısınız, hə? Kənd sakinisiniz. Ancaq bu işlə məşğulsunuz, hə? Hər zaman oxuyanlara lazım olan çayçı. Bəli. Allah yaxşı işləriniz. Həmişə xoş gününüz olsun. İnsanları, bax, musiqiçilərin ən yaralı yeri çay işidir, hə? Bəli. Çay verəsən, içələr, başlayarlar oxumağa. Çay insana təb gətirir. Çay boğazı yumşaldır. Bəli. Oxuyanınca ancaq çay. Bəli. Kimsə başqa şeylərdən səsini düzəldir, amma əsl xanəndənin, əsl oxuyanın. Siz sabah gətirmişsiniz. Sizin də nəğmə payınız var. Buyurun. Bəylər müəllim, çox sağ olun, var olun, təşəkkür edirik. Biz elə bu gün bu qapıya sizin dəvətinizlə gəldik və bu evdə obada Toyun Sədası proqramını çəkirik. Əziz Ağcabədililər, əziz Hacıbəylər, biz gəlin özümüzü gürültülü, ürəkdən alqışlayaq. Bəli, Allah elimizə, obamıza hər zaman belə toylu, bisaqlı günlər nəsib etsin. Bizlər də gərək iştirak edək. Elimizdə, obamızda toylu, bisaqlı günlər olsun. Bəyimizin Allah canını sağ eləsin, Allah xoşbəxt eləsin. Mən istərdim ki, bəyimizi bu meydana dəvət edək. Bəyimizin atasını bu meydana dəvət edək. Toyun Sədası bütün Azərbaycana yayılacaq. ATV televiziyası vasitəsilə hər həftənin bazar günü axşam saat 8-in yarısında və 6-cı gün axşam saat 19:00-da verilişimiz elə ən baxımlı bir vaxtda dünyaya yayımlanır. İstərdim ki, bəyimizin atası, bəyimizin özü meydana gəlsin və biz də hər bir elə obaya qədəm qoyanda, gedəndə tanınmış sənətkarlarla dəvət alıb gedirik. Sağ olsun Safa qardaşımız, Xalq Ulduzunun qalibi bugün toyunu atqaz etdi və dedi ki, mən bu toyda iştirak edəcəm. Və Moskva şəhərindən hava limanına təşrif buyurdu və oradan da elə bizim Bəyimiz də vursun, bəyimiz xariç edin, xəyal. Allah mübarək eləsin. Elmula qardaş da vursun, bəyimiz də vursun. Bəylər müəllimdən bu yaxın zamanlarda Beyləqan rayonunda bir qazi qardaşımızın toyunda iştirak elədi. Bir möhtəşəm toy oldu ki, gəl görəsən. Bəyimiz Xəyal qardaşım buyursun meydana, Xəyal qonaqlara qulluq edir, elə işinin başındadır. Bəylər müəllim, gəlincə mi gözəl şeiriyyat? Mənim yaşımı soruşan gözəl, yaşımı nə edirsən, ürəyimə bax. 50 yaş nədir ki, sevə bilənə? Yaşımı nə edirsən, ürəyimə bax. Solmayan çiçəkdir, güldü bu sevgi. Nələr çəkdiyimi bildi bu sevgi. Ay Azad müəllim, ömrümə qəfləti gəldi bu sevgi. Yaşımı nə edirsən, ürəyimə bax. Dəysə, ağrıtmaqdır daşın günahı. Soyuq gətirməkdir qışın günahı. Sevgidə çox deyil, yaşın günahı. Yaşımı nə edirsən, ürəyimə bax. Küləyin sevgisi qara telədir. Bülbülün sevgisi qızıl gülədir. İnsan sevməlidir, qanun belədir. Yaşım nə edirsən, ürəyimə bax. Gileyli bəylərin sözü ilə barış. Bülbül niyə sevir, çiçəkdən soruş. Bu cəmaat niyə sevir, ürəkdən soruş. Yaşımı nə edirsən, ürəyimə bax. Hamımızın balasına ürək məhəbbət arzuyuruq və sözü veririk Səfa müəllimə. As mənəmən olun. Köllüm oldun yenə də qaməti bir heyrani. Köllüm oldun yenə də qaməti bir heyrani.
olsun. Kardeş, haram tikə gözü könlü doyurmaz. Herkesin koy halal payı çok olsun. Hamı süfrəsini açsın ürəklə, ay Allah, çörəyə çox olsun, çaya çox olsun. Paslı dəmir üzü üçün daş olmaz. Palçıq minir qalsa, yenə daş olmaz. Yamandan narxana qardaş olmaz, yaxşı insanların sayı çox olsun. Gileyli bəylərin söz dünyası var. Söz qədri bilənin öz dünyası var. Dünyamızın hem toyu hem de yası var. Arzumuz budur ki toy çok olsun. Bir gülde sesidir, hissedemez bağırdı kazan. Bir gülde sesidir, hissedemez bağırdı kazan. O biri bülbül olur, temsil eden şeydan. Her halkın sevimli musikisi var. Bizim halka çok azizdi muğamat. Her hanende üzebilmez koyununda dalga çeken bir denizdi muğamat. Bayatı Kürt neçə dərdin devası, Şahnaz, Qatar, əsrlərin sadası, Qarabağdı bülbüllərin yuması, çiçək kimi tərtəmizdi muğamat. Güleyli bəylər, yandı söz həvəsində, min məna var tar kamanın səsində, Seyidin cabbarın belə, Səfa müəllimi zəngiyulasında, dolandı dünyanı yazdı muğamat. Allah var devleti həsrətini çəkənə ver. Xoşfəxli saadəti qəmlə boyun bükənə ver. Ləkələmə təmiz adı, zəhər etmə şirin dadı, yurt düşəni bir evladı ilahi gözün yola dikənə ver. Naməhdərin batır səsin, mərdin dağlama sinəsin ilahi, hər ağacın öz meyvəsin zəhmət çəkməkənə ver. Gireyliklə varsa nöqsan, keş günahdan sən ki haqsan, ömrü 100 yazıda 90 qiymətini bilənə ver. Xəyal balamıza, onun ailəsinə sağlam ömür arzuluruq. Valideynlərin göz aydın olsun. Allah təala bu qovumluq mübarək eləsin. Eynullah kişi vursun. Bər gedənə başa görürsən. Esram aydın olsun, gün olsun aydın olsun.
Allah'ımlar ey azam edilirler gözden zaydırın suyun Aferin anay bey atası gözün aydın Bir güzel alkışlar gelsin beyimizin şerefine. El çalan elleriniz var olsun. Allah sizi var eylesin. Asmen'e teşekkür ediyorum. İlerleyen dəqiqələrdə davam edəcək musiqilərimiz, ha? İnşallah. Buyurun, yeyin, için, nuş edin. Allah mübarək eləsin deyirik. Və məclisimizdə xanım müğənnilərimiz də